bizim sahədə 25 il qabaq bu ölkənin tibb savadı, səviyyəsi, aparaturası, osu busu ilə indiki səviyyəsi kim nə deyir desin, dağlar qədər fərqlidir. Problemimiz nədir? Tam sistemləşə bilməmişik. Yaxşı travmatoloq bu xəstəxanadadır, yaxşı deyək ki, terapevt o birisi xəstəxanadadır. Yəni, biraz o sistemləşmə, ən periferik bölgəyə qədər xidməti götürmə, oralarda hələ boşluqlarımız var, kadr boşluqları, sistem boşluqları, okey. Amma indi bir 20 il əvvəllə müqayisədə dağlar qədər fərq var. Hal-hazırda imkanı olmayan bir adam ölüm ayağından tək qəpik xərcləmədən çıxa bilir. Şəxsən mənim 2 dənə yaxınım, bu yaxınlarda çox imkansız adamlar. Sığortaya görə. Bəli, sığorta, amma sığorta ilə də yaxşı həkimlə xidmət alır. Sığorta ilə də olmur iş. Bizim uşaqlarımızın problemi nədir? Bizim indi böyüyən uşaqların problemi. Sualınızı dəyişin, bizim ailələrin problemi nədir deyə qoyun. Okey, elə olar. Çünki